uşaqlar. Biz bugün öyrənirik müəllimin etik davranış qaydalarının yeni forması. Əvvəlcə bilməliyik ki, müəllimin etik davranış qaydalarında ümumi müddəalar hansılardır? Bu qaydalar təhsil verənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onların əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. Bu qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsil verənlərə şamil edilir. Hər bir təhsil verən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu qaydaların müddəalarına əməl etməyə borcludur. Təhsil verənlərin etik davranış prinsipləri hansılardır? Təhsil verənlərin etik davranış prinsipləri qanunçuluq, vicdanlı davranış, loyallıq, daha sonra mədəni davranış, gərəksizlik, ictimai etimad, bir də insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Deməli, oldu bizim etik davranış qaydalarımız, prinsiplərimiz. Birinci etik davranış prinsipi qanunçuluq prinsipidir. Nə prinsipidir? Qanunçuluq. Qanunun aliliyin adı olub qanunçuluq. Bax, diqqətli olun burada. Birinci öyrənəcəyik qanunçuluq prinsipi. Qanunçuluq prinsipində nə deyir? Müəllim vəzifə funksiyasının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməyə borcludur. Yəni, bir növ qanunçuluq prinsipində təhsil verən əmək funksiyasının icrası zamanı Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və digər normativ hüququ və normativ xarakterli aktların tələblərinə əməl etməlidir. Yəni, bir növ müəllim Azərbaycan Respublikasının qanunlarına əməl etməlidir. Bu, qanunun aliliyi prinsipidir. Sonra gəlir vicdanlılıq. Müəllim cəmiyyət, vicdanlılıq da vicdanlı davranışdır. Müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə, səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Təkrarlayaq, təhsil verən cəmiyyət və dövlətin maraqları naminə öz fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Təhsil verən hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Sonra gəlir loyallıq prinsipi. Müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi digər təhsil müəssisələrin, orqanların, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətini ictimai qiymət verilməsindən çəkinməlidir. Təhsil verən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən edilmiş qaydalara əməl etməlidir. Yəni, loyallıq prinsipində müəllim təhsil verən hər hansı bir təhsil müəssisəsi haqqında, dövlət orqanları haqqında, onların rəhbərliyi haqqında tənqidi çıxışlar etməməlidir, tənqidi çıxışlardan çəkinməlidir, media və sosial şəbəkələrdə müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. Mədəni davranış prinsipi. Müəllim təhsil alanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli, təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradıları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirilməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə fikir verməlidir, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
Yəni müəllim təhsil alanlardır, rəhbərlikdir, həmkarlar ilə davranışında xeyirxah olmalı, nələyiq kobud sözlərdən istifadə etməməlidir, təmkinli olmalıdır. Müəllim tənqidi fikri qəbul etməli. Məsələn, hər hansı bir valideyn müəllimin dərsində əyləşib və dərs bitdikdən sonra valideyn söyləyir ki, sizin dərs keçirmə metodunuz mənim xoşuma gəlmir. Bu tənqidi fikirdir. Müəllim bunu səbirlə, təmkinli olub qəbul edib, özünə düzgün nəticə çıxartmalıdır. Müəllim çalışqan olmalıdır. Geyiminə fikir verməlidir. Hər zaman səliqəli olmalıdır. Daha sonra gərəzsizlik prinsipi, müəllim peşə vəzifəsini yerinə yetirərkən gərəzsiz olmalı, irqinə, etik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dininə münasibətinə, əqidəsinə, ictimai münasibətinə görə təhsil alanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Yəni, sinifinizdə cinsinə görə, məsələn, oğlanlarla qızlar arasında fərq qoymamalısınız, xarici vətəndaş var sinifinizdə, onlar arasında fərq qoymamalısınız, etik mənsubiyyətinə, irqinə görə fərq qoymamalısınız. Müəllim özünün və maraqlı şəxslərin mənafesinin vəzifə funksiyasının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən kənar məsələlərə müdaxilə etməməlidir. Məsələn, düşünün ki, sizin hər hansı bir şəxslə münasibətiniz yaxşı deyil. Həmin şəxsin övladı sizin sinifinizdə oxuyur. Həmin uşağa qarşı, yəni şagirdə qarşı siz ayrı seçkilik etsəniz, yaxşı oxusa da qiymətini kəssəniz, bir növ şagirdi sinifdə ayrı seçkilik, yəni gözümçıxdıya salsanız, deməli siz gərəzsizlik prinsipini pozursunuz. Yəni kənar məsələlərin sizin işinizə müdaxilə etməsinə yol verməməlisiniz. Bəs ictimai etimadda nə deyir? Təhsil verən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Təhsil verən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı, ictimai etimadın bərpası üçün tədbirlər görməlidir. Təhsil verən çalışdığı təhsil müəssisəsinin, onun rəhbərliyinin fəaliyyəti ilə bağlı media subyektlərinin qanunvericiliklə müəyyən edilmiş hallarda, qaydada doğru məlumatlar almasına kömək göstərməlidir. Yəni, ictimai etimad prinsipində hər hansı bir ictimaiyyət arasında etik davranış qaydasını pozmusunuzsa, onu tez bir zamanda aradan götürməlisiniz. Doğruluğunu bilmədiyiniz məlumatları yaymamalısınız. Doğru məlumatları yaya bilərsiniz. Daha sonra, insanların hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət. Təhsil verən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli, hərəkətlərə yol verməməlidir. Təhsil verən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, vəzifəsinin icrası ilə bağlı təhsil alanların, onların valideynləri və digər qanuni nümayəndələrin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan informasiyanın məxfiliyini təmin etməlidir. Təhsil verənin vəzifəsinin icrası ilə bağlı ona məlum olan xidməti məlumatların məxfiliyini qorumalı, ictimailəşdirməməli, özünün və digər şəxslərin mənafeyi üçün istifadə etməməlidir. Bu da olur insanın hüquq, azadlıq, qanuni maraqlarına, işgüzar nüfuzlarına hörmət prinsipi. Bunları da yadımızda saxlayırıq. Deməli, bizim prinsiplərimiz oldu. Qanunun aliliyi, yəni qanunçuluq. Qanunçuluq prinsipində Azərbaycan Respublikasının qanunlarına əməl etməyə borcluyuq. Vicdanlıqda müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətli və səmərəli yerinə yetirməyə borcludur. Hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Loyallıq prinsipində müəllim
peşə vəzifəsinə aid olmadığı halda təhsil müəssisələri, təhsil orqanı, onların rəhbərləri haqqında tənqidi çıxışlar etməməlidir. Mədəni davranışda müəllim iradları qəbul edib özünə nəticə çıxartmalıdır. Xeyirxah, diqqətli, təmkinli olmalıdır. Qərəzsizlikdə müəllim ayrı-seçkilik etməməlidir. Dilinə, cinsinə, sosial mənşəyinə, dininə, əqidəsinə, ictimai mənsubiyyətinə görə ayrı-seçkilik etməməlidir. İctimai etimad müəllim ictimaiyyət arasında hər hansı bir etik davranış qaydasını pozubsa, onu tez bir zamanda aradan götürməlidir. İnsanın hüquq, azadlıq, qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət, müəllim öz şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir. Müəllim məxfiliyi qorumalıdır.